Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu ve selamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. Amma ba'd, biz devam edirik. Muamelet-ül Hükkam fi Daw'il Kitab ve Sünnə. Kitab ve Sünnə üzerinde hakimlerle münasibət. Şeyh Abdüsselam Bərcis Rahimahullah'ın kitabı ve dedik ki Şeyh Rahimullah danışdı o məsələlərdən ki, o məsələlər bizdə əsasdır və biz başqa cəmiyyətlərdən, başqa cəmaatlardan, firqələrdən fərqlənmişik. Elə bu sifətə görə və bizim qarışacağımız heç nə yoxdur. Onlar deyən mənada bu məsələlərə, xüsusən də o məsələlər ki, hakimlə bağlıdır. Və səbəb də odur ki, qardaşlar, hələ ümmət indiyənə qədər Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'in sahabələrindən ta bugünə kimi hələ ümmətdən hakimə qarşı çıxıb xeyir görən olmayıb. Ona görə səbəblərdən biri də budur. Və Şeyh Rahimullah Ali radiyallahu anh'ın, İmam Əlinin necə İmam Beyhəqi rəvayət edib Şuab-ül İməndə, yəni Əli radiyallahu anh'dan soruşurlar, Əli radiyallahu anh'a deyirlər ki, bəs yəni ümmət necə islah olacaq və ümmətin islahı nədir, necə olacaq? Və Əli radiyallahu anh deyir ki, ümmətin islahı buyurur ki, radiyallahu anhu, la yuslihun nasu illa əmir. Yəni insanları ancaq əmirlər islah edə bilər, başçılar. Və sonra buyurur ki, bərrun əv fəcir, istər günahkar olsun, istər xeyirxax olsun. Yəni hakim Əli radiyallahu anh deyir ki, başçısı istər günahkar olsun, istər xeyirxax olsun, fərqi yoxdur. İnsanlar onun vasitəsilə düzəlir. Və soruşdular ki, əldən, qalu ya əmirəl müminin, dedilər, ey müminə əmri, hədə bar, bu xeyirxaxdır, yəni bu yaxşı əməllər eləyən hakimdir. Bununla insanlar islah olar. Fəkeyfə bil fəcir, günahkarla necə islah olacaq ümmət? Və Əli radiyallahu anh buyurur ki, facir olsa da belə, hakim günahkar olsa da belə, yollar onun varlığı ilə əminləşir. Yəni yollarda əmin-amanlıq hakimin mövcudluğu ilə olur. Əgər facir bir hakim də olmasa ümmətin başında, o zaman yollar əmin olmaz. Yollar əmin olmaz. Yəni insanlar nədənsə çəkinib, nədənsə qorxub, aydındır, əmin-amanlığa riayət edirlər. Əgər o ricalul əmin, yəni əmin-amanlığı qoruyan kişilər olmasa, fəsad olar yer üzərində. Vallahi fəsad olar. Və bu da hasil ola bilməz başçı olmadıqca. İnsanlar bir nəfərin ətrafında birləşmədikcə. Bu da Allah və Rasulunun təyin etdikləridir. Təbii ki, qardaşlar, bu məsələlər, ümumiyyətlə mən, məsələn, bəzən elə olur ki, biz deyirik, görəsən bu məsələ niyə bu qədər çox danışılır, niyə bu məsələ belə? Yadımıza gəlir, bizdən həmişə zəng edib soruşurlar və başqa qardaşlara zəng edirlər, soruşurlar. Kafir ölkəsində yaşamağın hökmü nədir? Bir dənə fətva tapa bilmədik ki, desinlər ki, yaşayın. Tapa bilmədik də. Və deyirlər, nə olub, dinimizi yaşayırıq, rahatdır, hər şey orada əladır, hər şey gözəldir. Gördünüz, hadisələr elə cəryan elədi ki, bəzi müsəlmanlar məcbur qaldılar, döyüşdülər kafirlərin dəstəsində. Niyə görə? Tövsiyə qulaq alimlər uzaq görəndilər. Şəriət insan məsləhəti üçün danışır. Allah Taala'nın ehtiyacı yoxdur və Rasulun ehtiyacı yoxdur, sallallahu aleyhi ve sellem. Onlar deyiblər ki, biz islah olaq. Bugün hansısa bir məsələdə şəriət qadağan eləyirsə və ona yer ayırıbsa
və xüsusən o barədə müstəqil kitablar yazılıbsa, deməli, məsələnin əhəmiyyətliyi göz qabağındadır. Və mühümdür, yəni işi bilən adamlara qulaq asmaq. Mühüm məsələdir bu. Kim tövsiyə qulaq asıbsa, nicat tapıb. Kim tövsiyədən uzaq düşübsə, uduzub. Hər bir şeydə belədir. Hər bir şeydə. Ona görə şəriətimiz qadağan eləyib, qəti şəkildə. Qəti şəkildə bu məsələni qadağan eləyib. Və Əli radiyallahu anh deyir ki, onun vasitəsi ilə cihad eləyirsən. Və həmçinin deyib ki, onun kölgəsi vətəninin üstündə olur. Və onun gücü ilə həddlər, hüdudlar təyin olunur. Və onun arxasında həcc olunur. Və onun mövcudluğu ilə Allaha əminamanlıqda ibadət olunur. Baxın, biz meçiddə namaz qıldıq. Bizim xəbərimiz yox idi. Əminamanlığı kimlər qoruyurdu? Biz rahat elə bilirik, belə də olmalıdır. Elə dövlətlər var, onlarda belə deyil. Belə deyil onlarda. Mən yadıma gəlir, mən oxuyanda eşidirdin ki, hansısa bir meçiddə sübh namazında birini öldürüblər meçiddə. Kimi öldürüb? Meçidə gələn. Meçidə gəlib adam öldürməyə. Bu, özbaşınalığın, hakimin zəifliyin əlamətlərindəndir. Əlamətlərdəndir. Aydındır. Adam meçidə gəlib adam öldürməyə. Təsəvvürünüzə gətirirsiniz bunu. Yəni, qatil, cinayətkar gedib adam öldürəndə, yəni, haradasa başa düşmək olur. Amma meçidə gəlmək, meçiddə adam öldürmək, artıq bu nə deməkdir? Bu artıq başlı başınalıqdır. Elhamdülillah, biz əmin şəkildə, günün istədiyimiz vaxtı yaxınlaşırıq meçidə, namaz qılırıq, əmin şəkildə və ölkəmizdə hansı yerdə meçid var, fərqi yoxdur. Girib rahat namaz qıla bilirik, heç kim bizə eşidilmir. Qardaşlar, sizə elə gəlmirmi ki, bu dövlətdə olan əminamanlığın izharıdır. Və bu əminamanlıq hakimsiz ola bilməz. Bu böyük neymətdir. Mən keçən dəfə də dəstə dedim. Bugün bizim meçidlərdə qıldığımız hər bir namazdan əmir sahibinin savabı var. Və bu sözü qərib götürmə. Niyə? Çünki o icazə verir o meçiddən açılmağına. O icazə verir. O icazə verməsə açmazlar. O icazə verməsə bağlayarlar. Necə məsələn, bəziləri bağladılar. O icazə verməsə kimlərsə danışa bilməz. Necə bəzi danışanları qovdular ölkəmizdən. Özünüz də bəzilərini bilirsiniz. Aydındır. Ona görə xeyir nə qədər yayılırsa, orada aydındır, hakimin əli var xeyirdə. Bugün insanlar başa düşmürlər bəzi şeyləri, bəzi şeylərdə fəhimləri dardır. Baxın, bir nəfərdən soruşsan, xüsusən də o insanlar ki, onların müəyyən məsələlərdə fikirləri qarışıqdır. Və sən elə bilmə ki, fikir kiçik bir şeydir, fikir təhlükəli şeydir. İnsanı həlakə aparan fikridir. İnsan bir şey birinci fikirləşir, sonra əzaları o fikirləri icra eləməyə başlayır. Nə fikirləşir, onu eləyir. Nə qəlbindən keçirdir, qəlbi komandirdir. Əmr eləyir əzalarına və əzaları icra eləyir o. O əmirləri və o qadağaları. Və soruşsan birindən ki, məsələn, desən ki, səncə müsəlman bir hakim, kafir bir başçının dövlətinin müstəqilliyi gününü təbrik edir. Zəng edir, deyir ki, təbrik edirəm səni, təbrik edirəm, ölkəm müstəqil olub. Bunun hökmü nədir? Deyəcək, küfür, küfür ölkəsi hakimi, kafir. Belə deyəcək. Belə deyəcək, nəinki kafir, müsəlman ölkəsinə razı deyil o ki, müstəqillik gününə təbrik olsun. Şeyx İbn Bazdan soruşurlar rahimallahdan fətvalarında. Və mən Şeyx İbn Bazın fətvasını oxuyanda başa düşdüm ki, şəriətdə geniş ağıl sahibi olmalısan, düzgün fəhim sahibi olmalısan, baxışların iti olmalıdır məsələlərə. Belə yox, dar. Şəriətin hər bir məsələsinin öz babı var. Yəni qapısı var. Sən o məsələdən danışırsansa, ged o qapını aç.
o qapıda varid olan bütün məsələlərə bax. Sonra denən ki, olar ya olmaz. Və bu fətvanla, bu kəlmənlə şəriətin məqsədlərini yadından çıxarmır. Və bil ki, şəriətimizin məqsədi xeyirləri cəlb eləyib, zərəri dəf eləməkdir. Bu, Muhammed sallallahu aleyhi və səlləmin gəlmə qayəsidir. Xeyri cəlb eləmək və şəri dəf eləmək. Ya xeyri tam cəlb eləmək, ya qismən də olsa bacardığı qədər cəlb eləmək, ya şəri tam dəf eləmək, ya da bacardığı qədər dəf eləmək. Nə qədər şərdən azaltsan, o qədər şəriətin məqsədlərindən hansısa bir məqsədi icra eləmiş olursun. Şeyx bin Bazan soruşurlar, belə bir şey olar mı, olmaz mı? Şeyx bin Baz rahiməllah deyir ki, Allah rəhmət eləsin. Buyurur ki, belə şey şəriətdə yoxdur. Gör, alimin cavabına var. Birinci, əsli qeyd edir. Belə şey şəriətdə yoxdur. Sonra deyir ki, əgər hansısa bir müsəlman hakim öz ölkəsinin xeyrini güdərək və həmin düşmanın zərərini dəf eləyərək və öz ölkəsinə məsləhət baxımından hansısa bir kafir ölkəsinin başçısını təbrik eləsə, müstəqillik gündən küfr eləməz. Çünki burada nə var? Feil özü özlüyündə müstəqil olmaz. Amma hansısa bir xeyri cəlb eləyəcək, hansısa bir şəri dəf eləyəcək, o zaman görürsən ki, dəyişir məsələ hökmü. Amma bugün elə insanlar var, elə bir ki, danışırlar hələ necə gəldi. Və hakimlərin əməllərini təhlil eləyirlər. Alimlərə dönmədən. Deyir, bax filan kəslə görüşdü, bax filan kəsə belə elədi, bax filan kəsə kafirə belə vəd verdi. Olmaz bəyəm? Olar. Çünki şəriət məqsədlərdən ibarətdir. Və şəriət belə deyil, mən bir hədis bilirəm, sən bir ayə bilirsən, gəl üst-üstə qoyaq, bir üstə gəl, bir bərabərdir ki. Şəriət belə deyil. Şəriət bir hədisdən, bir ayədən ibarət deyil. Şəriət ibarətdir ayələr və hədislərin cəmindən məsələ haqqında. Şəriət ayətdir o məsələnin anlayışı sahabələr baxımından. Sonra tabeyinlər, sonra onlardan sonra gələn ətba tabeyinlər, sonra sələfin ümməti, alimlər, onlar nə deyiblər? Belə yox, məndə ayə var, məndə hədis var. Mən belə bir şeyi hədislə bilirəm. Mən belə bir şeyi ayə ilə bilirəm. Məyər o fətvanı deyən alimlər, hansılar ki, onlar izhar olublar imamlığı ilə, məyəm onlar o ayələri, o hədisləri bilmirlər. Əksinə, səndən də yaxşı bilirlər, lakin onların baxışları başqadır. Düzgün baxmaq qabiliyyətləri var məsələlərə. Və əlimizdə bir qayda var, usul qaydası. Alimlər deyir ki, əl-hukmu alə şey fər'un ən təsavvurihi. Bir şeyə hökm eləmək, onu təsəvvürə bağlıdır. Bu məsələ çox mühümdür. Bir şeyə hökm eləmək, onu təsəvvürə bağlıdır. Yəni, onun barədə səndə olan təsəvvürə bağlıdır, sənin o şeyə hökm eləməyin. Məsələn, səndən hansısa bir su haqqında soruşurlar. Bu suda dəstəmaz almaq olar mı, olmaz mı? Sənin o sudan dəstəmaz almaq olar və ya olmaz hökmün sənin o barədə olan, yəni o su barədə olan təsəvvürə bağlıdır. Bir məsələyə hökm eləmək, onun təsəvvürünə bağlıdır. Sən necə ölkədə olan hərəkətləri, cəryanları, hadisələri, yəni təsəvvür eləyə bilərsən və ora hökm eləyə bilərsən, eləyə bilmərsən. Aydındır. Hökmü eləyə bilər yalnız o məsələdə hakim, çünki ihtiva eləyib, özündə ihtiva eləyib. Yəni onda artıq cəm olub ölkəsi barədə olan əhval. Hansısa bir hökmün verildiyi zaman o hökmün zərər mi olacağı, xeyir mi olacağı onun anlamında başqa, sənin anlamında başqadır. Çünki baxışlar müxtəlifdir və baxışların müxtəlif olmaları da hökm haqqında olan təsəvvürün çoxluğuna və azlığına bağlıdır. Səndə olan təsəvvür azdır, onda olan təsəvvür çoxdur. Ona görə Əli radiyallahu anh'ın sözü deməsi ki, onunla, hətta facir olsa belə, onunla yollar əmin-amanlıqda olur. Onun kölgəsi əhlinin, dövlətin üzərində olur. Onunla kafir düşmanlara qarşı vuruşulur. Və onunla həddlər, hüdudlar təyin olunur. Bunlar böyük neymətlərdir, qardaşlar. Biz bugün tam ətrafımızda olan başqa dövlətlərə, istər müsəlman, istər kafir, biraz ağılla baxsaq, vallahi görərik ki, biz nə qədər böyük neymət içindəyik. Və bunu
Hələ belə adamlar yürütmür. Vallahi mən bu kəlmələri deməklə heç kimə təriflə, heç kim marağım da yoxdur. Sadə şəriətimiz var bizim. Bizim dinimiz var. Ay pisliklərdən danışanlar, danışın yaxşılıqlardan da. Danışın yaxşılıqlardan da. Danışın salih əməllərdən də. Görərsən danışmazlar. Vallahi insanlar nankordur. Və nankorluqları da onların əməllərində izhardır, zahirdir. Bugün nə qədər insanlar var, hələ indi də onlar var. Onlar deyirdilər ki, Qarabağı heç vaxt ala bilməyəcəyik. Heç vaxt filan torpaqları ala bilməyəcəyik. Heç vaxtı Qubadlı qayıtmayacaq. Zəngilan, Laçın, Şuşa qayıtıb getdi, satdılar. Belə-belə sözlər vardı. Var idi, yox idi. Var idi. Nə oldu onların zənnləri? Təksib oldu onların zənnləri. Təksib oldu. Onlar zənn etdilər və yalan zənn etdilər. Böhtan dedilər. Aydındır. Özün qiyamət günü yüklədi. Və elə bir yüklə yüklədi ki, elə bir adamın haqqına girdi ki, və ya elə bir adamların haqqına girdi ki, onlardan bəziləri öldü, getdi, halallıq ala bilmədi. Elələr də var ki, sağdır, halallıq almağa şansları yoxdur. Yəni, gedib qəbuluna düşə bilməyəcəklər. Ki, hətta halallıq alsın. Təhlükəli yerə özünü salmasın. Və həqiqətən də insan gərək dilinə malik ola. Və ona görə Muaz radiyallahu anh soruşur ki, ya Rasulallah, məyər biz danışdıqlarımıza görə də soruşulacaq, bir anan səni ağlasın, ey Muaz. Məyər insanlar cəhənnəmə dilləri ilə yığdıqlarının və ya qazandıqlarının ucubatından girməyəcəklər. Və sən əgər bir adi müsəlmanın qeybəti ilə və ya böhtanı ilə bu vəziyyətə düşə biləcəksənsə, bəs hakimə nə deyirsən? Hansı ki, hər bir kəsin belində onun beyyəti var. Hər bir kəsin belində onun beyyəti var. Və biz beyyət eləmişik həm asanlıqdan çətinlikdə. Bəzi adamlar, hətta müsəlman, hətta ibadət eləyənlər beyyət sözünü bilmirlər. Beyyət, yəni sən hakimə beyyət eləyirsən. Həm çətinlikdə, həm asanlıqda, həm aclıqda, həm toxluqda. Çoxlarının beyyəti ancaq toxluqda və firavanlıqdadır. Və sahabələr demədilər ki, ey Allahın Rasulü, biz sənə beyyət eləyirik, həm çətinlikdə, həm asanlıqda, həm qıtlıqda, həm bolluqda. Hansı sahabi Allah Rasulü sallallahu aleyhi ve sellemlə beyyətini çəkdi, dedi əlimi çəkirəm beyyətindən, çünki vəziyyət yaxşı deyil. Hətta sahabələrdən bəzilər, hətta bəzi qadınlar belə ölümə belə beyyət elədilər. Ki, ya Rasulallah, sənləni. Ona görə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin sünnəsi hakimlərə beyyət eləyib və onlara yaxşılıqlarda itaat eləməkdir. Pis əməllərdə itaat eləmə. Yəni, məsələn, əmr eləsə ki, sigaret çək, çəkmə. Eləmir, ha, əmr. Eləmir. Birdən eləsə. Əmr eləsə ki, hər kəs evində içki içsin, içmə. Eləmir, ha. Əksinə deyir ki, cavanlar, içki içməyin, narkotiklə məşğul olmayın, nə bilim, neynəməyin. Aydındır. Yəni, bunlar hamısı göz qabağındadır, görünür. Və necə deyirlər, görünən kəndin bələdçisi olmaz. Amma bəzi insanlar üçün lazımdır. Hətta bəyan olsun deyə. Və Əli radiyallahu anh'ın sözləri hansı ki bəyan eləyib, Əli radiyallahu anhu bunu azğın hakim üçün deyib, günahkar, facir. Facir bilirsiniz nə deməkdir? Günahlarında həddin aşan. Fəcir. Allah təala buyurur ki, əfəmən kənə müminən kəmən kənə fəcira. Möminlə facir birdir. Facir müminin ziddidir. Lakin facir olsa da belə, facir deyil ha. Mən fucurun görməmişəm, böyük. Aydındır. Amma hətta facir olsa belə, olmaz. Lakin bəzi sən gördüyün şeylər, bunlar yəni mazhardır, görünən şeydir. Sən bilmirsən hakim onu niyə eləyir? Peyğəmbər sallallahu aleyhi və səlləm Hudeybiyyə sülhündə müşriklərin qoyduğu 10 dənə qanunla razılaşdı. Allahın hökmüydü. Müşriklər Peyğəmbər s.ə.v Hüdeybiyyə günü qoymadılar Məkkəyə daxil olmağa. 10 dənə də şərt qoydular qabağına. Dedilər, ya qəbul elə, ya da qəbul eləmə. İstədin, istəmədin, budur. Nə dedi Peyğəmbər s.ə.v? Dedi, qəbul edirəm şərtləri.
Kafir oldu Peyğəmbər sallallahu əleyhi və səlləm. Xeyr, ümmətin halını düşündü. O vaxtı zəif idi. O vaxtı zəif idi. Ona görə Şeyxülislam ibn Teymiyyə rahimehullah deyir, müsəlmanlar zəif olanda Məkkə ayələrini götürürük. Məkkə ayələri müsəlmanlar zəif olan vaxtı nazil olub çoxu. Məkkə ayələri müsəlmanların zəif vaxtı idi. Müsəlmanlar güclü olanda Mədinədəki ayələri tətbiq edirik. Əhkamlar, həddlər, hududlar. Hansı dönəmi idi Hudeybiyyə? Və nə dedi Peyğəmbər sallallahu əleyhi və səlləm? Razılaşdı. Razılaşdı. Nə dedi Ömər? Dedi, ya Rasulullah, bizim ölülərimiz cənnətdə, onların ölüləri cəhənnəmdə deyil. Dedi, hə, elədir Ömər. Dedi, biz haqqıq, onlar da batil deyil. Dedi, elədir Ömər. Dedi, niyə görə onlarla razılaşırsan ki? Fikir ver, hissi yanaşmaq başqadır. Elmi və düşüncəli və aqibəti düşünüb yanaşma başqadır. Ömər ibn Xattab radiyallahu anh hissi yanaşdı məsələyə. Dedi, ya Rasul, necə yanıyıb biz müsəlman, biz düz, biz haqq, bizim ölülərimiz cənnətdə olan ki, cəhənnəmdə. Necə yansam, döyüşür yollarla. Necə bəzilər deyir, belə. Sən niyə deyil, qardaş? Sən otur, öz işinlə məşğul ol. Min husnil İslamil mar'i tərkuhu mə lə ya'ni. Müsəlman kişinin gözəlliyindən də özünə aid olan şeylərlə məşğul olsun. Əgər sən özünə aid olmayan şeylərlə məşğul olursanız, deməli sənin gözəlliyindən, İslamın gözəlliyindən deyil. Və bu hədisin əks mənası odur ki, müsəlman kişinin pisliyindəndir ki, İslamının pisliyindəndir ki, özünə aid olmayan şeylərlə məşğul olur. Hədisin əks mənası, məfhum müxalifəsi budur. Əks mənası. Nə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm? Deyir, ey Ömər, get, mən Allahın Rasuluyam. Yəni, ayə nazil olur. İnnə fətəhnə ləkə fəthən mubinə. Biz sənə açıq-aşkar fətih verəcəyik. 10 il müqavilə bağlayıblar. 10 il. Allah deyir ki, yaxında fəth olacaq. Ömər ibn Xattab gəlir Əbu Bakırın yanına. Deyir, Əbu Bakır, mən şey eləmədi, sözümə baxmadı. Sən yaxınsan ona. Getdi nəyin ki, belə-belə. Bu məsələnin fikrin dəyişsin, rəyin dəyişsin. Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Bakır deyir ki, o Allahın Rasuludur. Belə deyib, belə də olmalıdır. Vəssalam. Aydındır. Ona görə nə, yəni hakim qərar verirsə, sadir olursa ondan, sənə səhv görsənsə belə, o sənə elə gəlir. Niyə belə? Bilirsiniz, bu söhbətlər düzgün deyil. Dəfələrlə insan deyir ki, mən istəmirəm qətl olsun, istəmirəm insanlar ölsün, istəmirəm müharibə olsun, istəmirəm. Aydındır. Və dəfələrlə xeyrə irşadı var. Və xüsusən də, qardaşlar, bu məsələlərdən danışmaq bugün bizə vacibdir. Çünki əks təbliğat güclüdür. Əks təbliğat güclüdür. Və bu vətən bizim böyük evimizdir. Vətən bizim böyük evimizdir. O evin içində balaca bir evimiz var hələmizin. Əgər biz onu qorumasaq, sabah kim onu qoruyacaq? Biri dəvəti ilə qoruyur, biri malı ilə, biri canı ilə. Hər kəs bir cür. Sənin evin də qabağını gəlib kimsə qorumalı deyil ki, öz evin qabağını qoru. Sənin də yoluvun, həyətvin, əmin-amanlığını özün təmin elə. Yardımçı ol. Demirəm əyni və paltar geyin deyən orada. Yox, yardım elə. Yardımçı ol. Aydındır. Ona görə bu məsələlər bizim üçün əzəmətli və mühüm məsələ. Mən inşallah elə Əli radiyallahu anh'ın bu kəlməsi ilə bitirirəm. Elə bu dünənki dərsdə də axırıncı söz bu oldu. Lakin mən ehtiyac bildim ki, biraz da təfsilatlı danışaq bu məsələ barədə. Və kim istəyirsə, başa düşsün, Peyğəmbər sallallahu aleyhi ve sellemin hakimlər barədə dediyi şeyləri, baxsın Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinə, baxsın sahabələrin əməllərinə. Baxsın sahabələrin əməllərinə. Ona görə mən bir qıssa danışmışdım, eyb etməz sahabələrdən. O qıssanı təkrar edeyim. Məsələ ilə ciddi əlaqəsi olduğuna görə. Bir gün Peyğəmbər sallallahu əleyhi və səlləm bir ordu göndərir. Orduya bir nəfər təyin eləyir və deyir ki, bu adamı eşidin və itaət eləyin. Ordu gedir, döyüş olur, döyüşürlər və sahabələrdən biri bir müşriklə döyüşür üzbəüz. Döyüşür üzbəüz, o müşrikdən götürdüyü, onu qətl edir, öldürür. Döyüşdə, meydanda. Onun üzərində olan bütün şeyləri götürür. Götürür, əskərlər içərisində yayılır ki, bir sahabi, bir nəfər ordudan, yəni düşman ordusundan bir nəfərə qalib gəlib, üzərindəki qənimətləri götürüb, ortaya gətirib qoymayıb.
Yəni, əmirin xəbəri yoxdur. Əmir onu çağırır. Deyir, ey filan kəs, nə götürmüsəsə gətir qoy. Deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyib ki, kim döyüşdə döyüşsə üzbəüz düşmanla, hədis səhihdir. Düşmanla üzbəüz döyüşsə, ondan qəniməti götürsə belə, o onundur. Yəni, üzbəüz döyüşdüyü, öldürsən, üzərindəkini götürsən, o öldürənindir döyüşdə. Və bu mənimdir. Hər halda əmir deyir ki, yox, qoy bura. Qoy bura. Gedərik Allah Rasulun yanına sallallahu aleyhi və səlləmin həll eləyərik məsələni. Yəni, zülm eləyirdi, zalim idi. Bu adam, bu kişi başlayır cəmaatın, ordunun içərisində ordunun başçısına qarşı anti-təbliğat eləməyə. Onu pisləməyə. Kim mənə əlimdən aldı, mən ona hədis dedim, mənə əlimdən aldı. Gəlirlər Mədinəyə Allah Rasulun yanına. Muhammed sallallahu aleyhi ve sellem. Allah Rasulü hakimi çağırır, təyin etdiyi hakimi. Və o kişini çağırır. Deyiriniz ol, deyir, Allah Rasul, döyüşdün, mənim idi, götürdüm. Deyir, hakimə deyir ki, götür onu, ver ona. Götür onu, nə idi? Ver ona, qoy, onundur. Çünki üzbəüz döyüşüb qazanıb. Onundur. Gedəndən sonra, o adam gedəndən sonra, hakim deyir ki, ya Rasulallah, o sonra mənim arxamca danışdı. Ordunun içərisində təşviş yaratdı. Peyğəmbər sallallahu ki, onu çağırın. Deyir, götürdükləri qoy yerinə, sən ona layiq deyilsən. Subhanallah el-azim. Ona görə məsələlər əhəmiyyətlidir, belə deyil. Belə deyil. Burada məsələlər var, burada bablar var, burada söhbətlər var, burada hədislər var, əsərlər var, belə deyil. Və ona görə əlhəmdülillah, elə ən yaxşı özünü qoru. Dilini qoru, hakim barədə. Kim hakimi alçaltsa, Allah onu alçaldacaq. Mən əhənə sultan, əhənəhullah. Mən əkramə sultan, əkraməhullah. Kim sultana alçaltsa, Allah onu alçaldacaq. Kim sultana ikram eləsə, Allah ona ikram eləyəcək. Mənə kəlməm deyil, hədisdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm səhih hədisdə buyurur ki, aydındır, hədis Buxari və Müslimdədir. Bu bizim etiqadımızdır, əlhəmdülillah. Biz bununla Allaha yaxınlaşırıq. Heç kimə yox, Allaha. Etiqadımız budur. Heç nə də güdmürük. Nə səna, nə tərif. Bu bizim əqidəmizdir. Bu əqidə ilə də sevinirik, əlhəmdülillah. Bu əqidə ilə sevinirik. Çünki biz nə ixvan deyilik, nə xavaric deyilik, nə hansısa bir dəstədən deyilik. Aydındır. Biz Azərbaycanlıyıq. Vətənimiz Azərbaycandır. Ölkəmiz Azərbaycandır. Əlhəmdülillah müstəqil. Başçımız müsəlmandır. Eşidirik və itaat edirik. Bu bizim əqidəmizdir. Aydındır. Açıq deyirik bunda. Heç nədən də çəkinmirik. Və heç nəyə də yaltaqlanmırıq bu barədə. Heç kimədir. Aydındır. Çünki Muhammed sallallahu aleyhi və səlləm bizə belə öyrədib. Kimə də maraqlı olsa bu barədə 200 dənə hədis var. 200 dənə. Aydındır. 200 dənə. Gör, Allah Rasulü 200 dənə hakimdən danışıb. Subhanallah. Allah Teala İbn-i Qeym deyir ki, Quranda 200 dənə yerdə özündən qorxmaqdan danışıb. 200 dənə yerdə. Yəni, mühüm olduğuna görə Allahdan qorxmağın. Və Peyğəmbər salsan mühüm olduğuna görə hakimlərdən danışıb. 200 dənə yerdə. Bu balaca şey deyil, ha. Balaca şey deyil. Allah hamımıza kömək olsun, qardaşlar. Esselamu aleykum.